Yapı Mərkəzi Azərbaycan şirkətinin rəsmi təqdimat mərasimi keçirilib. Bakıda Türkiyənin aparıcı inşaat, mühəndislik və infrastruktur şirkətlərindən biri olan Yapı Mərkəzi ilə Kaspian Kapital Holding arasında birgə əməkdaşlıq çərçivəsində təsis edilmiş Yapı Mərkəzi Azərbaycan şirkətinin rəsmi təqdimat mərasimi keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, diplomatik korpusun təmsilçiləri, iş adamları, beynəlxalq tərəfdaşlar və media nümayəndələri iştirak ediblər. Açılış mərasimində çıxış edən Kaspian Kapital Holdingin Müşahidə Şurası sədrinin müşaviri Fuad İbrahimov bildirib ki, yeni şirkətin yaradılması Azərbaycan ilə Türkiyə arasında strateji iqtisadi tərəfdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcək. Şirkət Türkiyənin aparıcı inşaat və mühəndislik şirkətlərindən biridir və kifayət qədər müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsi, o cümlədən körpü, tunel, dəmir yolu, sürətli qatar yollarının inşası, şəhər infrastrukturu layihələrində kifayət qədər təcrübəsi olan şirkətdir və dünyanın bir çox ölkələrində fəaliyyət göstərirlər. Tədbirin sonunda Yapı Mərkəzi ilə Kaspian Kapital Holding arasında əməkdaşlıq müqaviləsi imzalanıb.